Salam millət. Deməli, dünən biz təxminən bir saata yaxın bir canlı dərs təşkil etmişdik YouTube kanalında və həqiqətən dərs çox gözəl oldu. Çox gözəl suallar oldu, cavablar oldu, geri dönüşlər oldu və mən o dərsdə sizlərə bir strategiya bölüşdüm. İştirak edənlər bilir yəqin ki və gecə təxminən 2 saatlıq yəni yenidən aktivləşdirmişdim. Bunu mən sosial şəbəkələrdə paylaşmışdım. Deməli, bu gün onun bəhrəsinə baxmaq istəyirəm. Əslində sizlərlə onun bəhrəsini bölüşmək istəyirəm. Deməli, dünən dərs olub, yəni sadəcə bir dərs olub və mən saata bağlı və çox rahat bir model bölüşdüm sizlərlə. Bu gün onun nəticəsinə baxmaq istəyirəm ki, görüm kimlər mövzunu gözəl başa düşüb, yoxsa həqiqətən çətinmi izah olundu və s. Ona baxmaq istəyirəm. Deməli, Telegram kanalımızda bir bölümü aktivləşdirdim onunla bağlı mən ki, 9 ayım modeli ilə bağlı treytlərinizi bura göndərin və bu əməliyyatları aldıqca biz data olaraq burada yığaq ki, burada suallar olduqda da cavablansın və s. Ki, yəni burada hər birimiz bir-birimizə dəstək olalım. Millət, hər dəfə dediyim kimi, həqiqətən bizdən başqa heç kim dəstək olmayacaq. Yəni bir nəfər qabağa çıxıbsa, o həmin qabağa çıxan adam deməlidir ki, qardaş, bax mən buradan bunu elədim bax ha, bunu elədim keçdim qabağa. Sən də bunu elə. Yəni bunu deməyi düşünürəm ki, çox da çətin bir şey deyil. Yəni çünki faktiki həqiqətən sən qabaqdasansa, deməli, yəni bunu öyrətsən heç nə əlindən getməyəcək. Yəni çünki bazarın pulu da sənin pulun deyil. Nəysə, yəni şükür Allah ki, həqiqətən gözəl bir nəticə əldə etdik. Görürəm ki, indi hər kəs bu əməliyyatı alır. Hələ bizim öz tələbələrimizi mentorshipə göndərildik. Ona görə oranı göstərməyəcəm. Deməli, bundan əvvəl də çox var idi. Analizlər bölməsinə var. Sadəcə bu bölməni aktivləşdirdim ki, təxminən 1 saat olar, saat yarım olar ki, açıldı bölmə və burada əməliyyatları paylaşması üçün istəyirdim. Həm qızılda, həm nazda alınıb əməliyyatlar. Yəni çox gözəl əməliyyatlardır. Mən bunu qızılda da almışam. Bu şəkildə əməliyyatlardır. Yəni maşallah, həqiqətən hər kəs gözəl şəkildə dəyərləndirib. Errorlər çox gözəldir. Düzü mən 2.2R demişdim. İlk başlarda təcrübə olsun deyə. Bu şəkildə millət, əməliyyatlar bu şəkildə. Burada bir yanlış əməliyyat var. Bu ümumiyyətlə yanlışdır. Yəni bias və entry yanlışdır. Olsun, o da birinci gündür. Yəni təbii ki, birinci gündür. Mən heç kəsə nəsə deyə bilmərəm. Yüklənəcək eyni əməliyyatdır. Birinci gün üçün düşünürəm ki, çox-çox gözəldir. Yəni maşallah, maşallah hər kəs öyrənir. Əla millət. Yəni inşallah ki, çox gözəl bir ə, bu modellə özünü təkmilləşdirərsiniz və hər kəs deyərəm ki, belə deyim də açıqcası millət. Ümumiyyətcə, yəni bunun ödənişsiz olması sizə şey gəlməsin ki, bu ödənişsizdir və deməli boş bir şeydir. Yox, qətiyyən. Yəni elə bir şey ümumiyyətlə mən paylaşmamışam. Paylaşdığım bütün şeylər Daja şeyə baxa bilərsiniz, YouTube kanalının ardıcılına baxarsınız ki, o zəhməti özümə vermişəm ki, yəni girən insan həqiqətən A-dan Z-yə bütün mövzunu başa düşsün ki, hə, tamam, mən burada bunu gördüm, bunu gördüm, bunu gördüm. Əlində nə var? Strategiya da var. Əla. Yəni sıfırdan trading nədirdən başlamışıq, hansı yol getməlisən və nəticə. Yəni giriş, əsas mövzu və nəticə şəklində formalaşıb və canlı yayınlarımızda bu şəkildə davam edirik. YouTube kanalında da ola bilsin bunları paylaşmaram gələcəkdə, amma Telegram kanalında canlılarımız bizim olur, yayınlarımız olur və yayınlarda suallara cavablar və s. bunları təkmilləşdiririk, özümüzü inkişaf etdiririk. Bu qədər millət. İstədim ki, bir növ həm motivasiya, həm də həqiqətən çəkdiyimiz yəni əziyyətin nəticəsi şükür ki, ilk gün üçün pis deyil deyə paylaşıram. Uğurlar millət hər kəsə. Allah amanında.